Rəbbin göz bəbəkləri, həqiqətən də kəlamlar həyat verəndir. Kəlamlar öyrədəndir. Kəlamlar bizi düzgün bir yerə istiqamətləndirəndir. Həqiqətdə biz kəlamda böyüdükdə, kəlam oxuduqda biz heç vaxt yolumuzu azmayacağıq. Biz heç vaxt bu dünyaya bənzəməyəcəyik. Biz həmişə bu dünyadan seçiləcəyik. Bu həqiqətdə belədir. Çünki biz Rəblə bəhrələndikdə biz Rəblə də olacağıq. Dünya ilə bəhrələndikdə dünyaya bənzəyəcəyik. Və görün, kəlam nə gözəldir. Bəzən biz fikirləşirik ki, Rəbb sevgi doludur, Rəbb mərhəmətlidir. Bəli, Rəbb sevgi doludur, Rəbb mərhəmətlidir. Amma inanın, Rəbb heç kəsi cəzasız qoymayacaqdır. Hər kəs öz cavabını və öz cəzasını öz vaxtında alacaqdır. Baxın, kim canını xilas etmək istəyirsə, onu itirəcək. Niyə itirəcək? Çünki o canını Rəbb üçün deyil, o canını bu bəşər üçün, bu dünya üçün qoruyub saxlayır. Bu dünya üçün, necə deyərlər, öz canını deyəndə, yəni ki, nə mənada deyir burada öz canını? Yəni ki, öz adını, öz nüfuzunu, öz izzətini insanlara göstərmək istəyən insan öz canını itirəcək. O izzəti də itirəcək, o şöhrəti də itirəcək. Çünki o bu dünya üçün çalışdı. Rəbb üçün deyil. Rəbbil səltənəti üçün deyil. O bu dünya üçün çalışdı. O gələr gedənə ümid bağladı. O əbədi olana ümid bağlamadı. Görün, sonra deyir ki, amma kim mənə görə canını itirərsə, onu qoruyacaq. Və biz bilirik ki, biz Rəbdə böyüdükdə, ruhən böyüdükdə, biz cismən kiçilməliyik. Və biz öz cismimizi çarmıxa çəkdiyimiz zaman, bizim içimizdə biz deyil, artıq müqəddəs ruh hərəkət eləyəcək. Çünki biz bütövlüklə, bütün varlığımızla biz özümüzü müqəddəs ruha həsr eləyirik və buna görə də biz canımızı qoruyacağıq. Fiziki olaraq yenə də deyirəm, biz, yəni ki, onsuz da bizim fiziki cismimiz o qocalır. Amma ruhən biz böyüdükdə, İnanın, biz heç kəs bizim o qocalığımızı, heç kəs bizim üzümüzün qırışını görməyəcək. Bizdə ruhu görəcəkdir. Və o ruhdan ötəri cəmaət bizim üzərimizə qaçacaqdır. Görün, sonra deyir, insan bütün dünyanı qazanıb, canını itirərsə, ona nə xeyri var ki? Baxın, bayaqları dediyimin bir daha təsdiqi. Həqiqətən də belədir. Biz ömrümüzün bir çox hissəsini bu dünyada nəyisə qazanmaqdan ötəri çalışırıq. Adımızı qazanmaqdan ötəri, şanımızı qazanmaqdan ötəri, şöhrəti qazanmaqdan ötəri. Fikirləşirik ki, bir maşınım var, bir azdır, ikisi də olsun. Bir evim var, biri azdır, üçü də olsun. Mən bunların əleyhinə danışmıram. Mən demirəm biz korobkada yaşamalıyıq, çöldə yaşamalıyıq. Mən demirəm ki, işte bizim maşınımız olmasın və yaxud geyinməyə dəyişiklik paltarımız olmasın. Yəni ki, mən bunun əleyhinə deyiləm. Yəni ki, mən fikrimi düzgün izah eləmək istəyirəm. Sadəcə mən ömrümü bunlara xərcləmək istəmirəm. Çünki mən bunların heç birini göylərə apara bilməyəcəm. Və o paltar, o 5 dənə maşın, o 5 dənə ev, mənim şanım, şöhrətim, adım, izzətim, varlığım məni Rəbbin qarşısında xilas etməyəcək. Mən bunu demək istəyirəm. Mənə var dövlət veribsə, deməli, onu mənə verib ki, mən onunla bölüşə bilim. Baxın, bu vasitə ilə Rəbb bir başqalarına toxuna bilsin. Sənin var dövlətin vasitəsilə bir başqalarına toxuna bilsin. Bir başqalarına əl uzada bilsin. Heç birimiz yadından çıxartmayaq ki, biz Rəbbin əlində bir vasitəçiyik. Hansı ki, bizim vasitəmizlə Rəbb bu yer üzündə hərəkət edir.
Kəlam deyir ki, Rəbb daşlara desə belə, daşlar hərəkət eləyəcəkdir. Ona görə də biz həqiqətdə özümüzü göylərə qaldıraraq mənəm deməli deyilik. Mənim içimdən Rəbbdir hərəkət eləyən deyərək, o necə bir qəşəng bir söz var, deyir, ağac nə qədər çox meyvə gətirsə, o qədər çox əyilir. Baxın, eynən Rəbb bizim içimizdən hərəkət etdikdə biz qürurlanmamalıyıq. Biz mütü olaraq, daha da başımızı aşağı salaraq Rəbbə minnətdarlıq bildirməliyik ki, Rəbb səni seçərək, səni bir qab edərək, o qabdan istifadə eləyir öz səltənəti üçün. Görün, yaxud insan öz canının əvəzinə nə verə bilər ki? Baxın, həqiqətdə bu sual insanı o qədər düşündürür, o qədər vadar eləyir ki, sən düşünəsən. Həqiqətdə mən canımın əvəzinə, mən Rəbbə nə verə bilərəm? Axı mən nə yaratdım ki? Axı mən nə eləyə bildim ki, mən onu da Rəbbə gətirib öz canımın əvəzinə ala bilim? Sonra deyir, çünki bəşər oğlu atasının izzəti içində öz mələkləri ilə gələcək. O zaman hər kəsə öz əməlinə görə əvəzini verəcəkdir. Baxın, biz həqiqətən də hər birimiz öz əməlimizə görə Rəbbin qarşısında əvəzini ödəyəcəyik. Yaxşı əməllərin əvəzini Rəbb yaxşı verəcək. Pis əməllərin əvəzini Rəbb pis verəcək. Çünki, baxın, bəzən biz özümüzə bir xəyal qururuq ki, mən pislik eləsən də eyb yoxdur, Rəbb bağışlayandır, düzdür, Rəbb bağışlayandır. Amma hər kəs düşünməlidir ki, mən bu pisliyi eləməklə, kimisə qəlbini, ürəyini qırmaqla mən Rəbbi sevindirmirəm. Çünki mənim qarşımda olan bir kəs də Rəbbə məxsusdur və o da Rəbbin evladıdır. Və mən ona incitdikdə, kəlam deyir ki, elə bil ki, Rəbbin gözünə barmaq soxmuş kimi oluram. Və siz elə bilirsiniz ki, biz bunun əvəzini ödəməyəcəyik. Hər bir sözün, hər bir hərəkətin, hər bir düzgün olmayan bir şeyin əvəzini ödəyəcəyik. Ona görə də mən həmişə deyirəm ki, inanın, məsihçilik bir böyük bir vəzifədir. Necə ki, biz deyirik ki, analıq bir böyük vəzifədir. Evladı düzgün, dürüst tərbiyə eləmək, evlada düzgün oturuşunu, duruşunu öyrətmək, danışığını, həyat tərzini öyrətmək, bir nümunə olmaq. Eynən də, inanın, baxın, bizim həyatımızda Rəbbin qarşısında bir tərəzidir. Yaxşılıq və pislik tərəzisi. Və biz hər birimiz bunun əvəzini ödəyərək bunun cavabını verəcəyik. Ona görə də məsihçilik də eyni, bilirsiniz, çox məsuliyyətli bir şeydir. Mən məsihçiyəm deyərək o kəlamı öz üzərində daşımaq. Bu çox böyük bir məsuliyyətdir. Çünki biz məsihçiyəm deyərək bir pislik elədikdə, hər kəs bizim Rəbbimizi o cürünə pis tanıyacaqdır. Amma biz mən məsihçiyəm dedikdə və imanla hərəkət etdikdə, səbirlə bəzi yerlərdən keçdikdə, məhəbbətlə hər kəsə yanaşdıqda, hər kəs bizim Rəbbimizi bu cürünə görəcək. Mərhəmət dolu, məhəbbət dolu, səbir dolu. Müşküllər olsun.